Diqqət, səhər-səhər duranda təxminən belə bir sifəti olduğum üçün heç bir şey danışa bilmirəm. Bir neçə dəqiqə sonra səsim açılacaq. Hər gün axşam müəyyən qədər özüm üçün sual siyahısı hazırlayıram. Məsələn, burada söz oyunlardan suallar hazırlamışam. Onu işləyib cavablarını yoxladım. Hava çox qəşəngdir. Hətta dəniz qırağına falan getməyə fikirləşirəm prosta. Orada geçsəm, yəni enerji xərcləyəcəm. Ona görə oturum dərs oxuyum məncə. Gün çıxmağa başlayıb. Niyə bilmirəm, hər gün sübhdən gün çıxımına qədər yox. Gün çıxımı olandan sonra yuxum gəlir. Hətta bu imtahanlarda da belə olur. Məsələn, bir də imtahana hazırlaşıram. Məndə sırf gün çıxımından sonra başlayır yuxu basmağa. O moment gərək yatım, 1 saat, 2 saat özümə gəlim, sonra davam edeyim. Amma bunu pozmaq istəyirəm, bu vərdişi pozmaq istəyirəm, çünki Peyğəmbər tərəfindən də bəyənilmir. Ruzini, bərəkəti qaçırdığı düşünülür. Ona görə də bunu kəsəcəm. Yəni, hal-hazırda yeməyimin həmən ardından yatmayacam, dərsimə davam edəcəm. Deməli, uşaqlar nə edirəm bir şey əzbərləyərkən? Məsələn, indi ismi feili birləşmə əzbərləyirəm, belə bir türdə bir şey. Yəni, bu düzünə oxusam yadımda qalarmı? Qalır, amma 60% hardasa qalar. Ya oxuyarkən, düzünə oxuyarkən, hansılar yadımda qalmasa onun bir qeydini aparım, sonra onun üstündən keçib sual cavab edirəm. Ya da birincidən elə atıram Cemnaya ki, buradan mənə sual ver, mən almancasını deyim. Elə başlayıram. Hal-hazırda biraz bir dişlərim var deyəndə birinci sul məncə daha çox sərf eləyəcək. Getdik. Sizcə 46 dənə ifadəni nə qədər vaxt əzbərləyərəm? Baxaq. Yatmağa gedəcəm, təəssüf ki, bu arada tamamlaya bilmədim, çünki mənim sancır yuxum gəlir, nəsə hər şey hiss edirəm. 25 dəqiqəyə 30 dənə hardasa feil bitirdim. 46 dənədən 16-sı qalıb. Əslində, hələ 16-sı qalır. Gəlib, biraz uzanıb durub, sonra tezdən davam edib bitirəcəm inşallah. Ola bilər ki, biraz çox yatım. Bir çıqqan. Durdum ki, saat 12-dir. Gözəl həyat. 4 saat yatmışam ya. Onun üçün də axşama qədər daha intensiv bir şəkildə məşğul olmalı olacağım. İnşallah. İndi bir dənə heç olmasa ismi feili birləşmələri bitirim, namaza qədər. Kəllə yuxusu getdi. Onun sonrası yatmırıq təbii ki də. Zöhrdən əsrə qədər bitirək o anda şeyləri. Zöhrdən əsrə qədər normalda istirahət salıram. Amma bitirmədiyim tapşırıqları bitirim. Qısa bir dərs vasitəsi eləyib Nigarla mətbəxdə veriliş açacağıq. Yəni, ildə bir dəfə mətbəxə girdiyim üçün əl qabiliyyətimi çox sorğulamayım. Şibəllər saat hazırlayıram bu arada burada. Və də bu saat ən sevdiyim 2 saatdan biridir. Dadı həqiqətən çox süper olur. Birini manisi, birini də sadəcə ayaqla hazırladım. Bu qədər fasilə bəsdir, verilişin sonu. Saat artıq 6-ya qalır. İndiyə qədər çox da başarılı bir gün keçirdiyimi deyə bilmərəm. Sanki altını söndürüm. Ancaq indidən sonra bir qaydanı sürətlə işləyib qutarmağa çalışacağım. Saat 6-ya qədər falan bitirərəm deyə düşünürəm. Ondan da sonra keçsəm spontan danışığa. Mən hal-hazırda özümdə spontan danışığa inkişaf elətdirmək istəyirəm. Ona indi görəsiniz ki, daha xüsusi bir vaxt ayıracağım və daha konsantreli
konsentre Azərbaycanca nədir? Diqqətli bir şəkildə çalışacağım spontan danışıqlar üzərində. Bugünlük məndən bu qədər idi. Yekun olaraq nə elədim onu deyim. Səhər sözəni öyrəndim. Sonra ismi fe'li birləşmələri biraz öyrəndim amma tam yox. Buraya ismi fe'li yazdım, yadımda qalsın. Sonra qaydalardan öyrəndim. 2-3 belə qayda var idi amma xırda qayda. 3 dənə xırda qayda idi. Sonra spontan danışıq apardım. Bunlar vəzifədə yüksəlmə haqqında idi. Evli subay haqqında isə çox az aparmışam. Bu qədər. Günümün çox da uğurlu keçdiyini ifadə edə bilmərəm. Çünki xüsusi bir şey eləyə bilmədim. Amma inşallah sabahdan bu videonu çəkdiyim zaman məqsədim odur ki, hər növbəti gün bir əvvəlki gündəki mənlə yarışmaqdır. İnşallah sabahları bir gün daha yaxşı edərəm, o bir gün ondan yaxşı belə. Bir də nə demək istirdim? Bu günün tək uğuru ola bilər ki, namazlarımı yaxşı qılmışam. İnşallah ki, da Allah qəbul eləyər. Bir dənə xiftə namazım qalıb, onu da indi yatmazdan əvvəl qılıb yatacam. Çox gec yatmaq istəmirəm ki, səhər-səhərdə dura bilim. Günümü uğursuz eləyən nə idi? Bunun da haqqında danışım. Günümü uğursuz eləyən ən böyük faktor şey oldu məncə. Səhər-səhər sübhdən zöhrə qədər olan zaman dilimində yatmağım. Çünki zöhrdən əsrə qədər onsa gün hava daha da istənir. Bu da biyolojik olaraq bizi daha az məhsullar eləyir, produktiv, nəsə. Amma sübhdən zöhrə qədərki zaman dilimi daha yaxşıdır. Nələrsə oxumaq, nələrsə eləmək üçün. İkinci uğursuz eləyən bir şey məncə şey oldu. Mənim bildiyim təqdirdə ki, mən bir şey əzbərləyə bilmirəm, ona illaki üstünə getməyim oldu. Daha çox çalışacağım ki, bundan sonra əzbərləməyim gerəkən şeyləri bir belə divara yapışdırım. Bunları gün ərzində əzbərləyəcəm və bunun üstündə hissə-hissə bölüb onları əzbərləyim. İkinci faktor oldu. Üçüncüsü nə oldu? Məncə elə əsas o ikisi idi. Sabahları əsas bu ikisini düzəldim. Bir xeyli irəliləyəcəm. Getdik. Gecəniz xeyrə. Allah'a emanet.